Xoş gördük əziz dinləyicilər. 24-də NATO'nun böyük bir iclası keçirildi. Bütün NATO'ya daxil olan ölkələr burada iştirak edirdi. Əlbəttə ki, Zelenski də burada iştirak edirdi. Bilirsiniz, bu görüş çox önəmlidir. Önəmi ondan ibarətdir ki, birinci, yaxşı görüşlər oldu. Yəni, Putini narahat edən görüşlər oldu. Zelenski ilə Trump görüşdü. Artıq Zelenski ilə Trump başqa formada danışmırlar. İkinci bir məsələ Amerikanın İranda olan qalibiyyəti, belə deyək, qalibiyyətindən sonra bir söz sahibi olması. Bu mənada Avropalıların da bu Trumpın dilini tapması çox önəmli idi. Trumpın İrana vurduğu zərbələr də əslində Avropa tərəfindən bir təsdiqini tapdı. Tərifləndi ki, doğrudur, bəli, onlar atom yaratmamalıdırlar. Üstəgəl də Amerikanın İranda göstərdiyi performans da əslində demişdim Rusiyaya da bir mesaj idi. Və buradan onu göstərmiş oldu ki, NATO nə qədər güclüdür. Və bu güclü silahlardan əgər Ukraynaya verilsə, Ukraynanın Rusiyanı udmaq qədər, yəni qısa bir məsafədə, qısa bir vaxtda Ukrayna Rusiyanı diz çökdürə bilər. Bu da ortaya çıxdı. Və biz bunu deyirdik ki, əlbəttə ki, bəzi insanlar deyirdi NATO-la vuruşur Rusiya. Baxın, NATO ilə vuruşmur. Siz gördünüz Amerikanın əlində olan nə qədər güclü silahlar var və Amerika İranda demək ki, Rus silahlarını məhv elədi. Demək ki, onu Rusiyada da məhv eləyə bilər. Bu mənada bu yaxşı bir mesajıdır və yəqin ki, Putin də buradan bir dərs çıxardar. İkinci, ən vacib məsələ Trumpın yaxşı xidmətlərindən biri ondan ibarətdir ki, Trump demişdi, mən Trump hakimiyyətə gəlməmişdən qabaq bu barədə çox danışırdım. Yəqin məni dinləyənlər bunu razılaşarlar ki, Trump'ı çox istəyirik, ona görə ki, o heç olmasa Avropanı təmərküzləşdirsin. Elə də oldu. Avropa artıq siyasi gücüdür, iqtisadi gücüdür, amma bugün artıq hərbi gücə çevrilib. NATO silahlanır, Avropa silahlanır. 5%lik ümumdaxili məhsuldan artıq silahlanmaya pullar ayrılır. 60 milyard Amerika Ukraynaya pul ayırdıqda sevinirdi ki, şükür bu dəfə də Ukraynanın canı qurtardı. Amma artıq Avropa 50 milyard ayırıb və çox asan şəkildə. Avropanın prezidentindən tutmuş, Ruttaya qalan NATO'nun baş katibinə qədər, von der Leyenə qədər hər kəs birlikdə Ukraynaya yardım edəcəyini və Ukrayna Avropanın təhlükəsizliyidir və Koş da biraz da dərinə gedərək bütün dünyanın məsələsini Ukrayna-Rusiya məsələsini çevirdi ki, bugün onun mesajını verdi ki, bəli, Rusiya bütün dünya üçün təcavüzkardır və Ukrayna bütün dünya üçün əslində vuruşur. Baxın, budur, artıq Ukraynaya hər cür yardımlar verilir. Ukraynanın artıq Amerikanın köməyinə ehtiyacı yoxdur və çox maraqlı olan məsələlərdən biri ondan ibarətdir ki, Avropa Trump'a çox sağ ol deyə, onunla müsbət rəftar eləyə, bəli, NATO'nun imkanlarını artırmaq və silah qayırma zavodlarını da Ukraynada tikirlər. Siz təsəvvür edin, Ukraynanın artıq hərbi büdcəsi, hərbi texniki imkanları nə qədər artıb. Avropada hər gün bir ölkə Ukraynada bir zavod tikir və müasir zavodlar tikir. Bu həm də böyük bir iqtisadiyyat deməkdir. Sabah Ukrayna Avropa üçün silah istehsal edəcək. Avropa üçün silah istehsal edəcək. Və Ukraynanın məğlubiyyəti artıq mümkün deyil. Çünki Avropa Ukraynaya öz təhlükəsizliyi kimi baxır. Ukrayna məğlub edilə bilməz. Və Ukraynanın qalib gəlməsi isə Avropa üçün bütün üfüqlərin açılması deməlidir. Və Avropa bunu çox gözəl başa düşür. Və artıq Avropa 6 ay, 7 ay bundan əvvəlkindən daha rahat, daha inamlı çıxış edir və çox asanlıqla artıq Putin adını çəkirlər. Putin başa düşməlidir ki, biz onu məğlub eləməliyik. O bir daha ümid eləyib haransı bir ölkəyə hücum etmək cürəti özündə tapmasın. Bəli, Avropanın bu cür möhkəmlənməsi, həm siyasi, həm iqtisadi, həm hərbi baxımdan möhkəmlənməsi artıq Azərbaycan üçün də, Qafqaz üçün də, Ukrayna üçün və köhnə MDB ölkələri üçün də müsbət bir məna kəsb edir. Yəni, biz Avropanın bir hissəsiyik və Avropa bizimlə öz təhlükəsizliyini qorumuş olacaq və Avropa bizimlə bütün dünya iqtisadiyyatına çıxmış olacaq ki, bu da bizim üçün müstəsna
əhəmiyyət kəsb edir və Rusiyanın da bu gün hər gün artıq bu adiləşib. Rusiyada hər gün bir zavod, hər gün bir neft sənayesi və silah anbarları vurulur və dünənləri də bu vuruldu. Bundan müşahidə edildi və Tramp da Ukrayna prezidenti ilə görüşdü. Artıq ondan daha səmimi görüşlər keçirilir və hər kəs gözəl bilir ki, artıq Ukraynanı məğlub etmək mümkün deyil. Və Rusiyanın uduzması an məsələsidir. Sadəcə lazım olan silahlar, lazım olan tədarük verildikdən sonra və Ukrayna xalqının zəkası da ki, hörümçək toru əməliyyatını keçirdən bir millətin zəkası da artıq hər cürə Rusiyaya qarşı onun sürprizlər yaradacağı bəllidir. Artıq heç kəs bunu danmır və deyirəm ki, Rusiya perspektivdə strateji olaraq duruş gətirmək imkanları yoxdur. O yalnız taktiki hər hansı bir işlər görə bilər. Təşəkkür edirəm diqqətinizə görə.